Hər birinizi salamlayıram və ümid edirəm ki, çox yaxşısınız və enerjiləriniz qaydasındadır. Bir çoxlarınız üçün 8-9-cu aylar çox gərgin oldu. Bunun səbəblərini sizə demək istəyirəm. Ümumiyyətlə 8-ci ay, yəni avqust ayı karmik bir aydır. Və alma-vermə balansı bir növ baxırsınız ki, 8 özü də sonsuzluq işarəsinin təsvirindədir də, yəni görmüsünüzsə, fikir vermisinizsə əgər, nə üçün bu belədir? Çünki 8-ci ay biz öncəki 7 ay necə yaşayırıqsa, 8-ci ay bunun meyvələrini dərməyimizin göstəricisi. Yəni biz necə yaşamışıqsa 7 ayda, 8-ci ayda ya bunun meyvələrini dəririk, ya da məcbur oluruq yönümüzü dəyişirik və həyatımızda bitişlər olur. 9-cu ay isə tamamlanma deməkdir. 8-ci ayda biz artıq düz və ya səhv yolda getdiyimizi anlayırıq. 9-cu ayda isə artıq hər şeyi tamamlayırıq və həyatımızda bitməsi gərəkəni mütləq şəkildə bitirməliyik, yoxsa şanssızlıqla üzləşərik həyatımızda. Ümumiyyətlə hər il fikir versəniz, 8-ci ay bəziləri üçün çox gözəl, bollu, bərəkətli, bəziləri üçün şanssızlıq dönəmi kimi keçir. Çünki əslində əgər siz ilk 7 ayı nə istədiyinizi bilmədən, məqsədlər qoymadan, öz üzərinizə işləmədən keçirdəndə 8-ci ayda həyatınızda böyük qlobal böyük miqyaslı, yəni həyatımızda belə deyək, bəzi problemlər olur, aqressiv davranışlar olur, ayrılıqlar olur, xəstəliklər olur və s. 9-cu ayda isə artıq biz tamamlayırıq həyatımızda həmin o döngüləri ki, biz onları açmışıq, düzəldə bilməmişik, ya biz onun artıq dərsimizi alırıq və deyirik ki, yox, bundan sonra mən bu cür yox, bu formada yaşayacağım, ya da dərsimizi ala bilmiriksə, ümumiyyətlə həyatımızda həmin məsələ ilə bağlı başqa bir tərəfdən bir ayrılıq yaşayırıq və yaxud da bir bitiş yaşayırıq, bir sonlama yaşayırıq. Yəni, çünki 9 artıq bizdən bitirməyi, tamamlamağı tələb eləyir. Və eləcə də 8 və 9-cu aylarda ən çox münasibətlərlə bağlı skandallar, ayrılıqlar və narahatlıqlar da ən çox 8 və 9-cu aylarda yaşanır. Fikir versəz, hər il bu dövr təkrar olunur əslində. Çünki hər bir ayın öz enerjisi var. Və biz bugün münasibətlərlə bağlı baxacağıq ki, münasibətlərdə ümumi vəziyyət necədir və necə dəyişəcək münasibətlər. Bilirəm ki, hər kəsin ürəyində problemli olduğu, ayrılmış olduğu, küs olduğu, ümumiyyətlə gözlədiyi, mesaj gözlədiyi birisi və ya həyat yoldaşı, nişanlısı, sevgilisi var. Və mən istəyirəm ki, biz bugün baxaq münasibətlərdə necə olacaq, ümumiyyətlə bundan sonraki dönəm. Əslində mən bütün münasibətlərə niyyət edirəm, amma bilirəm ki, burada ən çox kimlər olacaq? O insanlardakı münasibətlərində problem var və onlar bilmək istəyirlər, ümumiyyətlə necə olacaq bundan sonra. Təbii ki, bu özəl açılım deyil, bu ümumi kollektivin enerjisinə olan baxımdır. Yəni siz kollektivinizdə bir dəstəyə daha çox kimlər enerji göndərsə, həmin dəstənin, həmin kollektivin daha doğrusu enerjisi çıxır o dəstədə. Ona görə hər kəsə %100 uyması şərt deyil, 100% sizə uyumlanması məcbur deyil və bu nə mən, nə də başqa bir tarologun səhifəsində sən yaxşı baxmırsan, düz görmürsən, mənə uyğun deyil deməyə ixtiyarınız yoxdur əslində. Biraz kobudda səsləndə, çünki bu ümumi baxım deyil. Bunu o zaman biz deyə bilərik ki, biz şəxsi açılım alırıq, ödəniş eləyirik və bizə uyğun olmayan şeylər deyiləndə. Amma hər zaman bilin ki, kollektiv açılımlarında hər kəs öz belə deyək, dəstədə, daha doğrusu hər kəsin ötürdüyü enerji əsasən çoxluq kimi göstərirsə, kartlar onu göstərir. Yəni belə. İndi isə başlayırıq videomuza. Birinci dəstə, ikinci dəstə və üçüncü dəstə. Birinci dəstəmiz göstərmək istəyirəm. İkinci dəstəni göstərmək istəyirəm. Üçüncü dəstəni göstərmək istəyirəm. Gördüyünüz kimi 3 dəstə var önünüzdə, 1, 2 və 3. Hansı dəstənin enerjisi sizi çəkirsə, siz deyirsinizsə ki, mən bu dəstədən
niyyət almaq istəyirəm, birinci dəstə niyyət eləyin. Desəz ki, yox, mən qırmızılı dəstəni istəyirəm, 2-yə niyyət eləyirsiniz. Desəz ki, yox, mən üçüncülü bu incə dəstəni istəyirəm, o zaman 3-ü niyyət eləyirsiniz. Mən isə birinci dəstədən başlayıram. Və mən ilk öncə sizinlə uyğunluq olub olmadığını bilməyiniz üçün, əgər dəstə seçə bilmirsinizsə, siqnifikasiya eləyəcəm bu hissədə. Niyə görə eləyəcəm? Münasibətlər əgər sizə uyğun olan cümlələri daha çoxluq təşkil eləsəm, bilin ki, bu dəstə sizin dəstənizdir. Yox, görsəz ki, bu münasibətdə sizin uyğunluq təşkil eləmir, keçib digər dəstələrin siqnifikasiya səsinə qulaq asa bilərsiniz. Yəni, iki dəfə elə bil özünüzü yoxlayın. Həm dəstə seçin, həm siqnifikasiyaya qulaq asın. Bunu niyə eləyirəm? Çünki bir çox xanımlar, bəylər dəstə seçsələr də düz enerjini belə deyirlər ki, qərarsız qaldım. 2 dənə dəstənin ikisini də seçmək istəyirəm, ikisini də enerjisini almaq istəyirəm. Ona görə hansı dəstənin enerjisi sizi daha çox yansıdacaqsa, həmin dəstəni axıra qədər dinləyin. İndi isə niyyət edirəm birinci dəstəyə. Bu dəstə kimi göstərəcəksə, həmin bu dəstə kimin enerjisini mənə açacaqsa, həmin insanların özünü göstərsin, yəni sizi göstərsin. Kimləri göstərəcək bu dəstə, həmin insanların özünü göstərməsinə niyyət edirəm. Və istəyirəm göstərsin sizin münasibətinizə. Yəni ki, siz kiminlə münasibətdəsinizsə, bu münasibətinizin enerjisini sizə niyyət edirəm. Kimin göstərəcəksə, münasibətin enerjisini də istəyirəm göstərsin. Yəni, hazırda münasibətinizin enerjisi necədir? Deməli, sizin enerjinizi göstərir. Burada qəzəblisiniz. Fikirlisiniz, düşüncəlisiniz, geriyə çəkilmişsiniz, danışmırsınız. Burada belə bir enerji var, qılınc asıyla. Beyninizdə planlarınız var, gələcəklə bağlı çox sayda fikirləriniz var. Ya ayrılmışsınız, ya birlikdəsiniz, amma gələcəyim necə olacaq sualını çox verirsiniz. Mənim bu adamla gələcəyim nə olacaq? Beyniniz bir dəqiqə belə dayanmadan düşünür bu insanla bağlı. Özünüzü bəzən labirintdə hiss edirsiniz, özünüzü bəzən çox hirslənirsiniz, sanki bir çıxış yolu axtarırsınız. Baxın, işıq gəlir, işıq bir yol axtarırsınız bu insanla bağlı, bu insanın ümumiyyətlə xarakter olaraq siz belə bir xarakterə sahib olduğunuzu mən görürəm. Fikir qarışıqlığı, düşüncə qarışıqlığı, nə düzdür, nə səhvdir bilmirsiniz. Elə bil ki, suallarınız çoxdur beyninizdə. Beyninizdə hər şeyin məntiqli bir açıqlamasını tapmaq istəyirsiniz. Hər şeyin adını qoymaq, hər şeyi qaydasına nizamlamaq istəyirsiniz. Beyninizdə bir sistemləşmə yaratmaq istəyirsiniz. Amma bunu eləyə bilmirsiniz. Dərin düşüncələr içərisində fikirləşirsiniz, düşünürsünüz, yuxularınız düz çıxır bəlkə, hiss eləyirsiniz. Sanki daha çox hal-hazırda yəni zehninizdəsiniz də. Yəni bu əslində xanımlar üçün yaxşı bir hal deyil. Mən hər zaman deyirəm ki, xanımlar çox da zehinlərində bu qədər düşünməməlidirlər. Enerjini siz belə deyək də qadın enerjisi bu cür işləməməlidir. Yəni qadının enerjisi daha çox axmalıdır enerji olaraq torpağa. Burada isə daha çox görürəm ki, fikirdə, zehində tədirginlik, narahatlıq, nə olacaq deyə düşüncələr, nəyi düzgün elədim, nəyi düzgün eləmədim, bu insan mənim üçün düzdürmü, səhvdirmi və bütün bunları özünüz təklikdə düşündüyünüzü görürəm. Sanki bunu da bölüşmürsünüz də, yəni qarşı tərəfdən ki, düzgün yolu mənə Allah göstərsin enerjisindəsiniz. Yəni göstərmirsiniz də ki, qarşı tərəfə ki, gəl səndən söhbət eləyək, necə olaq. Sadəcə öz zehninizdə hal-hazırda müəyyən situasiyalar qurursunuz və orada danışırsınız. Münasibətinizə baxaq, görək burada nə gedir, görək münasibətə. Qarşı tərəf çox dəyişkən xarakterli və bəzən çox sizə qarşı soyuq davranışlı bir insandır. Yəni ki, bu adamın həyatında hər şeyin bir planı var, proqramı var. Hər şeyə qarşı müəyyən bir senari üzərindən yaşayan, beynində qrup bunu belə eləyəcəm, bunu belə eləyəcəm. Romantika çox göz görmürsünüz bu adamla. Bu adam dəyişkən insandır. Bu adam biraz acı dil davrana bilər. Hal-hazırda acı dilli eləyib sizə qarşı. Sadəcə məqsəd
qoyub sanki qarşısına və öz məqsədinə çatmaq üçün, yəni bir yolla gedir və orada sizi incidirmi, qəlbiniz qırılırmı, üzülürsünüzmü, bu onu o qədər də maraqlandırmır sanki və bu sizi çox incidir ki, yəni dəyişkənliyi məni incidir. Qaba danışırsam bəzən soyuqdur bu insan, ümumiyyətlə soyuq insandır, soyuqqanlı insandır, emosiyalarını bildirən insan deyil, emosiyalara icazə verən insan deyil və aranızda soyuq küləkləri əstirən adam elə bu adamın özüdür. Yəni soyuqluğu yaradıb sizin aranızda və bu adam nə qədər çox düşünür, fikirləşir, sizinlə bölüşmür, siz öz aləmində yaşayır və siz artıq yorulursunuz bu durumdan. Və burada görürəm ki, siz xanım olaraq işləməyi, bəzənməyi, özünüzə vaxt ayırmağı və tərifi sevən insansınız. Ola bilər sizə yetərincə tərifdir, qayğıdır, sevgidir, gözəl sözlərdir, komplimentlərdir. Bunlar da demir və aranızda bəlkə də bir-birinizə qarşı maddi axış var və yaxud da ki, ailə ola bilərsiniz, aranızdakı münasibət ciddi ola bilər, ciddi bir münasibətlə bilirsiniz ki, bu adamın məsələn ya yoldaşınızı ya ciddi bir münasibət yolundasınız da belə deyərlər. Amma ki, münasibətinizdə eyni zamanda hər kəsin öz dünyası var sanki. Yəni bir-birinizin dünyalarına aid deyilsiniz. Yəni bir-birinizlə paylaşmırsınız hisslərinizi, emosiyalarınızı, narahatlıq. Hərə öz dünyasında nə isə həll etməyə çalışır. Hərə özü üçün dua eləyir, hərə özü üçün problemlərini həll eləyir. Yəni sanki həyat yoldaşı olmamısınız, əgər evlisinizsə, sevgilisinizsə, o yarım, digər yarım enerjisində deyilsiniz. Təbii ki, bu enerjilər bu an üçündə. Ola bilər ki, siz 5 ay bundan əvvəl fərqli olmusunuz. Mən indi bu anlıq olaraq deyirəm ki, hal-hazırda ümumi olaraq görünən enerjilərdən budur ki, aranızda soyuq bir enerji var və bir tərəf mən düzgündür ayrılsam, ayrılmasam deyə düşünür. Digər tərəf isə ümumiyyətlə öz aləmindədir. Ümumiyyətlə heç bildirmir ki, nə düşünür və hər iki tərəf özündə təkliyə çox çəkilib. Yəni təkliyin siz əslində çox da sevmirsiniz, sizə də qarşı tərəf məcbur edir. Amma siz də artıq fikirləşirsiniz ki, daha çox pul qazanım, daha çox yeni şeylər öyrənim, karyerama odaqlanım, işimlə məşğul olum. Onsa bu adamın düzələn deyil. Bax belə. Və siz də çox da duyğusal deyilsiniz. Siz daha çox belə sevilməyi, təriflənməyi, pul xərcləməyi, dəyər almağı, dəyər verməyi, daha çox maddiyyat üzərindən sevgini göstərən, daha çox iş üzərindən, görkəm üzərindən, daha çox belə məsəl üçün hədiyyələr üzərindən sevgini dəyərləndirirsiniz. Çox da siz də belə küsəyən, manipulativ xarakterli deyilsiniz. Daha soyuq, daha torpaq enerjili bir xanımsınız. Yəni burada ümumiyyətlə daha çox torpaq enerjili və yaxud da bu enerjiyə yaxın oğlaq buğa qızlar ola bilər. Eyni zamanda dolça əks tərəzilər ola bilər. Yəni buradakı enerjilər bir soyuq enerjilərdir. Yəni bir kupaların o emosionallığı yoxdur. Hərə özlüyündə, öz dünyasındadır. Əgər bura qədər dediklərim sizin münasibətinizi andırdısa, siz dedirsə ki, hə, mənim münasibətim eynən belədir, mən bu cür yaşayıram, o zaman gerisini də qulaq asın. Yaxşı, baxaq görək ümumiyyətlə sizin partner, yəni sizin ağlınızdakı insan nə düşünür sizinlə bağlı? Görək o adamın hisslərində nə var? Görək sizin nə düşünür? Nə düşünür sizin haqqınızda? Sizin ümumiyyətlə bu adam belə görür ki, bunun mən vecinə deyiləm, bu çox soyuq insandır və bu insanın sadəcə öz hədəfləri və məqsədləri var. Əslində sizin hər ikinizin oxşar cəhətləriniz odur ki, gələcəyə yönəlik insansınız. Siz hər ikiniz gələcəkdə bunu alaram, bura gedərəm, ölkələr səyahət edərəm, biznes quraram, pul qazanaram. Hər ikiniz əslində oxşar xarakterlərə sahib insanlarsınız. Hər ikinizdə əslində oxşar situasiyalar var. Və burada belə deyək də, ola bilər ki, hətta xanımların həyatında, burada xanımlar varsa, yəni bəylər izləyirsə, xanımın xoşuna gələn və xanıma xoş gələn başqa bir bəyin olduğundan şübhələnə bilərlər. Əgər xanımlar izləyirsə, bəzən siz özünüz də özünüzü aldatdığınız olur. Yəni, bilirsiniz necə bir şeydir? Məsələn, bir başqa adamdan xoşunuz gəlir. Özünüzü aldadırsınız orada. Ay, mən evliyəm. Axı deyir ki, qartlar, sən özün də bilirsən ki, bu adam sənin adamın deyil. Həmin anda niyə öz
təəccübə aldadırsan, üzgünsən, fikrindən başqası keçirsə, başqasının xəyalını qurursansa, başqasına ötüb darıxırsansa, burada artıq sədaqətdən söhbət gedə bilməz. Yəni siz bədənsel olaraq xəyanət eləməsəz belə, zehinsel olaraq zaten bir-birinizə aid deyilsiniz kimi hiss edirsiniz. Və burada əslində hər iki tərəf bir-birindən məsafəcə də uzaqlaşmaq istəyir və burada istənilir ki, yenilənmək, ruhsal olaraq yenilənmək lazımdır. Yenilənmək sanki enerjisi var və dediyim kimi bəzi burada birinci dəstəni seçənlər ola bilər ki, həyatınızda başqa bir bəy də var və fikirlərinizi qarışdıran digər məsələ də həmin bu bəylə bağlıdır, digər bəylə bağlıdır. Yəni həyatıma başqa birini alınmı və ya var birinə necə olacaq? Bu enerjilər də var burada. Ola bilər ki, bir ev məsələsi, ev almaq məsələsi gündəminizdə var və qarşı tərəfin fikirlərinə baxanda, əgər xanımsızsa, qarşı tərəf sizə qarşı biraz güvənsizlik hiss eləyir, fikirləşir ki, siz o qədər də ona qarşı dürüst davranmırsınız və qarşı tərəfin özünün başqa bir bəylə arasında münaqişələr var və o fikirləşir ki, mənim həyatımda mənə mane olan zaten düşmənlərim azmış kimi sən də məni incidirsən və burada bir ev almaq, ev düzəltmək, evi dəyişdirmək, rəsmi bir situasiya, yəni süreç var evlə bağlı. Bu belə. Əgər yox siz bəysinizsə və siz düşünürsünüzsə ki, xanım mənə qarşı mənim fikrimdə nə düşünür? Burada xanım sizin haqqınızda düşünür ki, siz çox özünlə razısınız və özünüzü səhvlərinizi ümumiyyətlə görmürsünüz və sadəcə istəyir ki, nəsə siz ona hədiyyə verəsiniz, ev hədiyyə eləyəsiniz, nəsə bir evdə zaman keçirəsiniz ki, bu insan zaman siz fikrən sizdən qopur. Yəni sizi egonuzmu deyim, sizin özünə razılığınızmı deyim, bu xanımı artıq qıcıqlandırır və bu xanım da fikirləşir ki, okey, sən beləsinsə, mən də sənin kimi olaram. Bax, belə bir durum var. Yaxşı, görək, qarşı tərəfin sizə sevgisi varmı? Ağlınızdakı şəxs sizi sevirmi? Ağlınızdakı şəxs sizi sevirmi? Ağlınızdakı şəxs sizi sevirmi? Əslində, bəli, ağlınızdakı şəxs sizi çox sevir. Əslində, çox qorxur ki, barışmazsınız birdən. Sizinlə bağlı barışmaq istər yenidən. Siz nə vaxtsa çox yaxşı olub sizdə münasibətlər və həmin anı yenidən qaytarmaq istəyir bu insan. Və bu adam üçün siz ailəsiz, siz doğmasız, siz önəmlisiniz, siz güvənlisiniz, siz işıqlısınız, siz onun üçün həyatını işıqlandıran insansınız. Bu insan olaraq, yəni deyərdim ki, aranızda bu insanın sizə qarşı olan münasibətində sadəcə ailə istiliyi, ailə qayğısı var. Bu adam sizinlə münasibətdə barışmamaqdan, münasibətdə sizi itirməkdən eyni zamanda çox qorxur və sizinlə ailə olmağı çox istəyir. Əgər ailəsizsə, bu ailəni itirməməyi çox istəyir. Yaxşı, əgər belə bir sevgi varsa, belə bir qayğı varsa sizə qarşı, niyə sizdə münasibətdə problemlər var? Niyə bitmir də, yəni bu problemlər? Əgər belədirsə, əgər bu adamın sevgisi varsa, bu adam sizinlə tam olaraq işıqlı hiss edir özünü, sizinlə həyatını uğurlu hiss edir. Görün nə üçün bəs sizdə münasibətdə belə problemlər var. Baxın, nədir məsələlər? Burada deyim, çox ailədə var bu problem. Birinci növbədə onu deyim ki, xanımlar hər zaman biraz daha çoxunu istəmiş ola bilərsiniz. Yəni ki, istəklərinizin bitməməsi var. Bu bəyin fikrində deyil, mən reallığı deyirəm. İstəklərinizin bitməməsi, istəklərinizin tükənməməsi, davamlı daha çoxu və daha çoxu ola siz negativ enerjiyə doğru gedirsiniz və əsiri olursunuz. Bəlkə də məsəl üçün tutaq ki, bugün istəyirsiniz nəsə, o sizə verilir, alınır, sabah daha çoxunu istəyirsiniz. Burada şeytan kartı deyir ki, biraz əsir olmaq var sizə, öz zövqlərinizə, öz rahatlığınıza, öz komfortunuza əsir olmaq var. Və hər kəs öz rahatlığını özü üçün inşa edir bu evin içərisində. Yəni, hər kəsin öz rahatlıq alanı var. İkiniz birlikdə bir rahatlıq yarada bilmirsiniz. Ailə karmik olaraq ailə cadusu lənətləri var burada. Yəni, burada konkret olaraq
olur Aziz şeytan kartı çıxır. Nəsildən nəslə keçən cadular və lənətlər var. Bu ailədə yəni siz ola bilər, məsəl üçün tutaq ki, atanızın əmsində, babalarınızda, kimdəsə ailədə olan cadu olub, lənət olub və hələ də siz ya evlənə bilmirsiniz və yaxud da evlisinizsə münasibətdə. Çünki sizin nəsil ümumiyyətlə bunu daşıyır ailəvi olaraq. Və burada xüsusilə də problemi ən çox, problemi yaradan xanım yox. Enerjisel olaraq bu durumun yaranmasına səbəb olan enerji xanımla bağlıdır. Çünki xanım olacaq tərəf, yəni bu siz baxırsınız, sizsiz də bu. Bu karma və bu qaranlıq enerji, bu üzərinizdə olan negativ enerji sizi soyudur evlilikdən. Siz arzular tutursunuz beyninizdə. Evlənirəm, ailəm olar, qəşəng olar, münasibətim olar. Amma ciddiyyətə gələndə, evliliyə gələndə nə istədik, boşluğa düşürsünüz. Bildiyiniz sadəcə bir boşluğa düşürsünüz. Nə istədiyinizi bilmirsiniz. Başlayırsınız kaprizlər eləməyə. Daha çoxunu istəyirsiniz. Elə bilirsiniz ki, nəsə çatışmır deyə siz belə hiss edirsiniz. Aqressivləşirsiniz. Allahla münasibətlərinizi biraz qaydasından qoymaq lazımdır əziz xanımlar. Yəni davamlı bir döngüdə sıxışıb qalırsınız. Özünüzlə bağlı fərqindəliklər çünki yaşaya bilmirsiniz. Baxın, aziz kartı eyni zamanda insanın fərqindəlikləridir. Özü ilə bağlı, şəxsiyyəti ilə bağlı. Fərqindəliklərinizi yaşaya bilmirsiniz. Yəni bu situasiya niyə yaşayıram? Bu situasiya necə dəyişməliyəm? Nəyi səhv eləyirəm? Və çöldən baxanda siz elə bilirsiniz ki, siz sadəcə bunu istəyirsiniz ki, sizi sevsinlər və əl içində tutsunlar. Amma reallıqda enerji alanı sadəcə evliliklə bağlı ağır bir lənəti və ya karmanı daşıdığına görə subaysızsa evliliyi çox istəsəz, evlilik alınanda siz belə deyək də fikirlə biləcəksiniz ki, sizin də nəsə çatışmır. Evlisinizsə də yenə evlilikdə də düşünəcəksiniz, nəsə çatışmır. Yəni sizin burada işləməli olduğunuz mövzu var ki, bu da sizin nəsillər boyu sizə ötürülən ailə mövzusu, ailə ssenariləri ilə bağlıdır. Yaxşı, baxaq görək ki, bu münasibətdə gələcəkdə yaxşı olacaq, olsa bitəcək. Bu münasibətin nəticəsini mənə göstər. Necə olacaq bu münasibətin nəticəsi? Necə olacaq bu münasibətin nəticəsi? Baxın, ego savaşları hələ ki davam eləyir və bir-birinizlə dalaşdıqca və bir-birinizlə savaşlar davam edir. Qorxular davam edir, bəlirsizliklər davam edir. Yalnız qalmaq istəyirəm davam edir. Əgər siz bu formada davam eləsəniz, münasibətinizdə bitiş qaçınılmazdır. Münasibətinizdə heç nə yaxşı yerə getməyəcək. Yəni münasibətinizdə heç nə düzəlməyəcək. Çünki transformasiyaya qarşı çıxırsınız, dirəniş göstərirsiniz. Hər ikiniz, yəni dəyişiklik olmalıdır. Bunu niyə yaşayıram? Babam bu adamla, bu situasiyanı niyə yaşayıram? Niyə belə bir insanla münasibətdəyim? Niyə mən enerji alanıma, həyatıma bu cür münasibəti çəkmişəm? Siz bunun mənasını anlamaq və bununla bağlı yenilənmə mərhələsi, yenilənməlisiniz. Yenilənməni qəbul eləmirsiniz. Daha çox gözləmə, şübhələnmə. Baxın, burada gözləmə mərhələsi var. İtirməkdən qorxu var. Burada itirmə qorxusu, rədd edilmə qorxusu da çox ağırdır. Və burada mən addım atmıram, sən addım at. Mən demirəm, bildiklərimi sən de. Mən görmürəm, sən gör. Mən həll eləməm, sən həll elə enerjisi var və hələ özlüyündə, təklikdə, təkliyə çəkilərək yalnızlığında, belə deyək də, öz suallarına cavab tapmaq istəyir, danışıqlar eləmək istəmir və niyə bunu yaşadığını da anlamaq istəmir. Yəni, siz anlamalısınız ki, əgər bir situasiya sizin nəsildən gəlirsə, siz onu 100-dən adamla denəsəz, yenə də yaşayacaqsınız. Yəni, burada bəlirsiz və qaranlıq situasiya bu cür də davam eləyəcək. Əgər siz, ölüm nə deməkdir? Yenidən doğuluş. Əgər siz yenidən doğuluş üzərinizdə işləməsiniz, burada sizə konkret olaraq ciddi bir formada lazımdır spiritual və ya psixoloji dəstək ki, sizin negativ karmalarınız təmizlənsin və siz yenilənəsiniz. Və sizin münasibətlə bağlı düşüncələrinizdə, sizin münasibətlə bağlı elədiyiniz səhvlərdə, sizin münasibətlə bağlı o minnətdarlıq duyğusuna gəlib çata bilməməyinizdəki səbəbləri tapmaq lazımdır və işləmək lazımdır. Bu münasibətdə bu formada gedərsə, heç nə düzəlməyəcək və daha da pisliyə doğru gedə bilər. Tam olaraq ayrılığı görmürəm, düzdür. Amma
Yəni yaxşı olacaq da deyə bilmirəm. Yəni düzələcək də deyə bilmirəm. Bax bu gün necəsiz? Bu formada da davam eləyəcək. Bu da yəqin ki, heç kəsə lazım deyil. Gəlirəm ikinci dəstəyə, əzizlərim. İkinci dəstəni seçənlər yenə sizin üçün də mən signifikasiya qoyacağam münasibətinizlə bağlı. Əgər özünüzü tapsanız, bilin ki, video sizə aiddir. Deməli, kim bu dəstədən mesaj alacaqsa, həmin insanın özü kimdir? Kim bu videodan mesaj alacaqsa, həmin bu insanın özü kimdir? Özü haqqında mənə məlumat versin. 1, 2, kimsiz, siz kimsiz və münasibətinizin haqqında mənə məlumat versin. Siz necə bir münasibətiniz necədir? Sizin hal-hazırda ilişkiniz necədir? 5 dənə çəkdim. Deməli, siz özünüz Allaha bağlı, Allahı sevən bir insansınız. Amma ki, biraz deyərdim ki, beyninizdə qisas planları qurursunuz sanki. İntiqam alacağım, əvəzini çıxacağım. Biraz bu tipdə enerjilər də varımızdır. Yəni o saat beyninizdə sən mənə elədin, mən də sənə eləyəcəm. Və biraz davanı kurallarına görə eləmək lazım. Bəzən nə olursa olsun, sadəcə qarşı tərəfə, həyatda bu münasibətdə haqlı olmağa çalışırsınız. Nə olursa olsun, haqlı olun, düzgün tərəf mən olum. Mən nə olursa olsun, sözü keçən tərəf mən olum enerjisində bu münasibətdə ola bilərsiniz. Biraz bugün qaranlıq tərəflərinizi danışırıq, aydın olduğu qədər. Münasibətlərinizdə nə var? Münasibətlərinizdə ola bilər ki, ya ayrılıq, boşanma, bitmə, bu ərəfələrdə olmuşsunuz, sonra bəlkə təkrar barışmışsınız, amma yenə də eyni situasiyalar içərisindəsiniz. Küs barış, ayrıl barış, məhkəmədən qayıdış, belə bir enerjilərdəsiniz. Burada əslində xanım olan tərəf çox bollu, bərəkətli, əli bərəkətli, baxımlı və gözəl bir xanımdır və hər kəs tərəfindən də bəyənilən bir xanımdır. Bu dəstəni seçən. Yəni sizin enerjiniz hər kişinin istədiyi enerjidir. Hər kişi sizinlə birlikdə olmaq, yaşamaq, evlənmək istəyər. Yəni sizinlə birlikdə bir həyat yaşamaq istəyər. Amma bu insanla münasibətə gələndə sizin içinizdəki o dişil enerji gedir, yerinə qisas alacağım, səndən əvəz çıxacağım, nifrət edən bir enerji gəlir. Qarşılıq, sanki bəzən aqressiya düşürsünüz, bəzən nifrət edirsiniz və bəzən çox aşırı dərəcədə reaksiyalar göstərirsiniz. Hətta ola bilər ki, münasibətinizdə yenə deyirəm, boşanmaya getdiniz, barışdınız. Bax, belə bir labirintdə davam edir. Ya boşanma sürecinizdə hal-hazırda məhkəmə davam edir, ya da boşanmaya gedib barışmısınız, amma durum düzəlməyib. Və burada da birinci dəstəyə oxşar olaraq ərmiş kartı hər kəsin öz dünyasına çəkildiyi və özü ilə bağlı özü üzərinizdə işləməyə çalışırsınız. Səbəbləri tapmağa çalışırsınız. Səbəbləri aydınlaşdırmağa çalışırsınız. Dualar edirsiniz, meditasiyalar edirsiniz, seanslara gedirsiniz və s. Amma bir şeylər edirsiniz, yəni durumu çözmək üçün. Amma durumu çözmənin birinci səbəbi odur ki, bir-birinizə qarşı tam olaraq dürüst deyilsiniz. Yəni siz bir-birinizə qarşı rəqabət aparan iki düşmən enerjisində görsənirsiniz. Bu anlıq bir enerjidir. Yəni hal-hazırda sadəcə belə bir situasiya var ki, nə olursa olsun, mən Aziz kartı necə də dəyişmir, fikirlərini deyir, mən düzəm. Nə olursa olsun, mən düz olum. Yəni burada mən düz çıxmağım üçün lazım olar şər atarım, lazım olar savaşaram, biraz daha çox hər şeyi abardaram. Amma bir şəkildə mən haqlı olmalıyım. Yəni belə bir enerjiniz var əzizlər. Əgər siz bəysinizsə və bu videonu izləyirsinizsə, eyni şeylər sizə aiddir. Yəni dediyim şeylər sizə aiddir və sizin həyatınızda olan xanım bilməlisiniz ki, çox gözəgəlimli və çox qəşəng xanımdır və bir çox insanlar onu əldə eləmək istəyirlər. Okey. Görək sizin qarşı tərəfiniz, yəni niyyətində tutduğunuz qarşı tərəfiniz sizə qarşı nə hiss eləyir? Görə bu insan sizi ümumiyyətlə sevirmi? Qarşı tərəf sizə qarşı nə hiss edir? Görək sizi sevirmi? Bu insan əslində sizinlə yenidən münasibətə bir şans verib hər şeyi harmoniyaya gətirməyi çox istəyərdi.
Konkret kartlar çox konkret mesajlar verdi. Günəş kartı ilə deyir ki, mən hər şeyin harmoniya içərisində, dəngə kartı. Barışmaq, gülmək, əylənmək, tətilə getmək, hər şeyi ümumiyyətlə vecinə almadan, heç nə olmamış kimi danışmaq, davranmaq, yenidən şans vermək, münasibətə ehtiras qatmaq, münasibətə cinsəllik qatmaq, münasibətə yenidən canlılıq qatmaq istəyirəm. Əvvəlki kimi, münasibətin başlarında olduğu kimi bütün gün səndən danışmaq, hətta evdə birimiz işdə, birimiz evdə olanda və yaxud da ki, birimizdən uzaqda olanda bir-birimizlə yazışmaq, danışmaq, belə çəkici cümlələrdən istifadə etmək, məni başdan çıxartmaq, mənim səni başdan çıxartmamı, münasibəti bu formada canlandırmaq istəyirəm. Yaxşı. Bəs onda, əgər belədirsə, bu münasibətə nə mənə olur? Baxaq görək, bəs problem nədir? Çünki birinci dəstədə də eyni şeylər əslində gəldi. Orada da bir barışıq istəyi var idi. Bəs yaxşı, münasibətdə problem nədir? Nədir problem? Nə üçün bu olmur? Sadəcə və sadəcə bir ego tartışması var aranızda. Çox böyük iki sanki kişi figurunun dalaşması var. Əslində bir-birinizi çox sevən cütlüksüz. Bir-birinizə şans, uğur gətirən bir cütlüksüz, münasibətinizdə qədərsəl bir etki var. Yəni Allah sizi birlikdə qarşılaşdırıb, tanışlığınız heç təsadüfi deyildi. Siz onu özünüz də bilirsiniz eyni zamanda. Burada nə var? Əslində burada sizin bilmədiyiniz arxa planda bir başqa qadın var. Bu qadın gizli formada sizin aranızda problem yaradır. Və sizin hər ikinizin egosu qabarır. Bu qadının ola bilər bunun rituallarla edir. Ola bilər bunu sözlə edir. İndi hər kəs üçün fərqlidir. Ola bilər bunu müxtəlif adamları araya salaraq edir. Amma hər iki tərəfi ayrı-ayrılıqda coşdurur, qızışdırır və aranı vuran başqa bir xanım enerjisidir. Və siz ikiniz də egolu olduğunuza görə bir-birinizlə danışmaq yerinə daha çox istəyirsiniz münaqişə aparmaq. Burada yaxşı iş bağlantılarınız var, bəlkə qarşı tərəflə oxşar ittifaqda olduğunuz bir iş bağlantınız var, xaricə getmə planlarınız var, gedəcəksiniz. Ola bilər biznes planlarınız var, bunu həyata keçirəcəksiniz. Uğurlu bir anlaşma, razılaşma, müqavilə istəyirsiniz, bunu eləyəcəksiniz. Ev almaq istəyirsiniz, ev almaq üçün danışırsınız. Ola bilər ki, burada kimsə sizə ev almağa, öz evinizi qurmağa, yeni bir evə köçmə mane olur. Amma burada konkret olaraq deyir ki, burada qadın enerjisindən, üçüncü qadın enerjisindən gələn bir maniyadır. Yaxşı, görə bu qadın niyə belə eləyir? Ümumiyyətlə bu qadın kimdir? Niyə belə eləyirsən? Sən kimsən və niyə belə eləyirsən? Aha, bu tənha olmuş olan bir qadındır. Bu konkret olaraq şeytan işlərlə məşğuldur. Caduyla, lənətlə, tilsimlə, ailə dağıtmaqla, bir-birinizə düşmən olmağınızı istəyir, sadəcə istəyir. Burada konkret olaraq kartlar danışır ki, çünki mən göstərdim, burada böyük sevgi var idi. Burada sadəcə odur ki, bu adam istəyir ki, siz onu, o sizi incitsin, qırasınız bir-birinizi və ayrılasınız belə. Niyə belə bir şey istəyirsən sən? Sən dəlisən, niyə belə bir şey istəyirsən? Gizli qadınam, heç kəs mənim necə bir insan olduğumu bilmir. Mən sadəcə istəyirəm ki, insanların həyatı ilə oynayım və onları məhv edeyim. Belə bir şeylər dedi kartlar bizə. Konkret olaraq burada bir ifritə var. Yaxşı, görək münasibətiniz necə olacaq? Bu ifritə ilə bacara biləcəksiniz, yoxsa yox. Baxaq görək, bacaracaqsınız bundan, yoxsa yox. Qarşı tərəf fikirləşəcək, düşünəcək. Sizin də qarşı tərəfində özlüyü, hər birinizin ayrı-ayrı həyatınızda çox gözəl şeylər olacaq. Barışacaqsınız özləri, barışacaqsınız. Çünki
hər iki tərəfin öz həyatı ilə bağlı gözəl şeylər olduqca hər ikiniz ayrılıqda inkişaf edəcəksiniz və bütün istədiyiniz şeylər qazanandan sonra başa düşəcəksiniz ki, sizin ən böyük qazancınız bir-birinizlə bağınızdır və bu sizi yenidən birləşdirəcək. Yəni bu sizi yenidən bir araya gətirəcək və sizin münasibətiniz yenidən bərpa olunacaq. Yenidən ailə, yəni əgər ailə deyilsinizsə, ailə quracaqsınız. Əgər subaysızsa, xanımlar, həyatınıza başqa bir bəyin girib sizinlə evlənməsi də ola bilər. Sizin taleyiniz qoç enerjisində daha disiplinli, qərarlı bir insanın 10-cu ayda həyatınıza girməsi ola bilər və siz qərar verə bilərsiniz ki, mən səni yox, səninlə evlənirəm. Yəni burada xanımların həyatında ciddi, yaxşı mənada ciddi dəyişikliklər olacaq. Yox, siz bu adamla evlisinizsə və sadəcə siz bu adamla barışacaqsınız. Yox, subaysızsa və deyirsinizsə ki, mən evlənmək istəyirəm, bu adamdan başqası da sizin qabağınıza çıxacaq ki, siz öz qərarınızı verəsiniz. Gəlirəm 3-cü dəstəyə. Yenə də digər dəstələrdə olduğu kimi signifikasiya eləyəcəm. Siz özünüzü tapsanız videoya baxırsınız. Tapa bilməsəz, deməli video sizə aid deyil. Digər dəstələrin signifikasiyasına qulaq asın. Bu video kimə aiddirsə, bu dəstə kiminlə danışacaqsa, bu dəstə kimin enerjisini daşıyırsa, həmin dəstə, həmin insana aid məlumat versin. Görək, siz kimsiniz? Bu video kimə aiddirsə, bu dəstə kimə aiddirsə, bu karta kim odaqlanırsa, sizin haqqınızda mənə göstərsin. Münasibətimiz haqqında mənə göstərsin. Münasibətimizi mənə göstərsin. Oy. Albatta qarışdırım, kartı toplandı. Münasibətimizi mənə göstərsin, deyəsən həyəcanlısınız. Münasibətinizi mənə göstərsin. Münasibətinizi mənə göstərsin. Münasibətinizi mənə göstərsin. Siz kimsiz? Sizin xəyanətə uğramış, yox, üzr istəyirəm. Qərarsız bir insansınız. Kartı düz səhv gördüm. Qərarsız bir insansınız. Hal-hazırda fikirləriniz çox qarışıqdır və düzgün qərar verə bilmirsiniz həyatınızla bağlı bu dəqiqə üçün. Taleyinizi düzgün dəyərləndirə bilmərəm. Ya bu adamlansınız və düşünürsünüz ki, görəsən taleyimdəki bu adam mənə düzgündür, ya da bu adam var və sizin həyatınızda görürsünüz ki, bundan bir şey ala bilmirsiniz, başqası da çıxıb. Siz deyirsiniz ki, görəsən mən seçimimi düzgün yanılımı eləyirəm. Çünki hal-hazırda bir ümidsizlik və bir durğunluq, kədərli bir enerji aşağı, enerjiniz aşağıdır və heç nə eləmək istəmirsiniz, heç nəyə halınız yoxdur, heç nəyə həvəsiniz yoxdur. Taleyinizin xoş döngülərini belə yaşaya bilmirsiniz hal-hazırda. Taley sizə gülmək istəyir, önünüzə bir neçə variantlar, insanlar, işlər, fürsətlər çıxardır. Heç onu da görmürsünüz, çünki hal-hazırda çox təşvişlisiniz və qərarsızsınız. Çox təşvişli olduğunuza görə də hal-hazırda heç bir fürsəti siz dəyərləndirə bilmirsiniz, görə bilmirsiniz. İstər bu sevgidədir, istər dostluqdadır, istər işdədir, fərqi yoxdur. Önünüzdən həyatınız axıb gedir və siz sadəcə başınızı aşağı salaraq, üzgün bir modda bunu həyatınızı keçirtirsiniz. Həyatı yola verirsiniz, necə deyərlər. Yəni bir yola vermə enerjisində yaşayırsınız, günləri yola verirsiniz və heç nə sizi hal-hazırda məmnun eləmir, xoşbəxt eləmir və qərar verə bilmirsiniz ümumiyyətlə. İndiki zamanda, indiki situasiyada qərar verməlisiniz, amma məcbursuz, amma indi bunu eləyə bilmirsiniz. Münasibətinizdə nə var? Qarşı tərəfi duyğusal bir insan olaraq görürəm, emosional bir insan olaraq daha çox görsənir. Birisi xəyalpərəst ola bilər. Əgər deyirsə ki, yox, romantikasını mən görməmişəm, çox xəyalpərəst ola bilər, çox düşüncələrə dalan ola bilər. Və insan əslində deməzdim ki, bu adamla sizin nəsə çox böyük bir probleminiz var. Daha çox mən nə görürəm? Burada qarşı tərəfdə sizdə də nə olar görəsən? Dəyərmi bu münasibətə enerji vermək? Yəni bir qərar aşamasındasınız sadəcə, sanki qərar verməyə çalışırsınız. Siz ona və o da sizə qarşı.
qərar vermək lazımdır ki, davam edeyim yoxsa yox. Hər iki tərəf bir-birini ya stoklayır, ya bir üzləşmə eləmək istəyir, ya danışmaq istəyir nəyisə, müəyyənləşdirmək istəyir. Çünki burada bir məhkəmə kartı var. Nəyisə danışaraq həll eləmək, üzləşmək, söhbəti aparmağa çalışırsınız hər iki. Qarşı tərəfdə daha çox belə bir enerji var. Yəni sanki bir şeylərin adını qoyaq, bir şeyləri düzəldək, bir şeyləri qaydasına qoyaq, bir şeyləri adını rəsmiləşdirək və s. və yaxud da ayrılaq. Yəni bir şeylər danışmaq istəyirsiniz. Yəni münasibətinizlə bağlı daha çox məlumat istəyirəm. Bu dəstəni seçənləri münasibəti ilə bağlı mənə daha çox məlumat ver. Bu dəstəni seçənlərin münasibətləri ilə bağlı hal-hazırda mənə daha çox məlumat ver. Münasibətiniz haqqında daha çox ya yeni bir münasibətdir, ya belə bir şey. Təzə başladı, bitdi. Bax, təzə danışdınız, bitdi. Belə bir dəngələr hələ oturmayıb yerinə. Belə balans hələ tam olaraq belirlənməyib. Yəni münasibətinizdə başlanğıc var, yenilik var. Amma tarazlıq, okey, bu münasibətdə adı budur. Bu belə bir münasibət. Biz flörtdəyik, sevgiliyik, ciddiyik, qeyri-ciddiyik, dost. Elə bil hələ tam olaraq adı qoyulmadan arxa dönülüb. Sanki hər bir tərəfə çəkilib. Hələ bilinmir nədir. Bitibdə və yaxud danışmırsınız hal-hazırda və hər iki tərəf əslində içində deyir ki, keşke barışardıq, keşke danışardıq. Bax, belə bir şeydir. Yaxşı. Nə mənə olur bu münasibətə? Bəs yaxşı, nə mənə olur bu münasibətə? Hisslərə də baxacaq. Bu münasibətin birlikdəliyinə, xoşbəxtliyinə, huzuruna, dəngəsinə nə mənə olur? Nə mənə olur? Nə mənə olur? Qarşı tərəfin biraz uşaq ağlında olmağı, biraz çılğın, güvən verməyə bilər sizə. Belə baxa bilərsiniz. Çox ola bilər hətta yaşı və ya az ola bilər, fərq yox. Amma bir güvən vermir sizə. Biraz dəli doludur, biraz belə çılğındır, biraz belə ağlı nə gəlir onu eləyəndə, ipə sapa yatmayandır. Siz qəribə gəlir sizin üçün bu məsələ. Siz belə dirəşirsiniz bu insanın enerjisi ilə. Amma münasibətiniz həqiqətən də çox qəşəng münasibətdir. Çox qəşəng münasibətdir. Və bəzilərinizdə bu adam təzə bir adamdır və sizin həyatınızda başqa bir adam da çıxıb buna mane olmağa çalışa bilər. Yəni üçüncü bəy namizəd daha biri girir və sizin münasibəti pozmaq istəyir. Yəni qoymur siz birlikdə olasınız. Yəni iki bəy var burada. Biri təzə tanış olduğunuz daha dəli, qanlı, belə çılğındır. Digər bəy isə var artıq o, amma o istəmir ki sizin həyatınızda kimsə olsun. Yəni həyatınız, əgər deyirsə ki mənim həyatımda heç kəs yoxdur, onda bu bitmiş bir insandır. Hansı ki sizinlə bağı kəsilməyib bu adamın, bu adam sizin enerjinizdən hələ də qidalanır. Yəni siz bağ kəsmə eləməmisiniz bu adamla və bu adam sizdən hələ də enerji çəkir. Yaxşı, görə qarşı tərəfin hissi nədir? Ağlınızdakı insanın sizinlə bağlı hissi nədir? Ağlınızdakı insanın sizinlə bağlı hissləri nədir? Ağlınızdakı insanın sizinlə bağlı hissləri nədir? Sizinlə bağlı hissləri odur ki, istəyərdi sizinlə heç vaxt eləmədiyi dəlilikləri, səyahətləri, yenilikləri, heç vaxt getmədiyi yerləri getsin, gəzsin, sizinlə yeni bir şeylər yaşasın. Amma eyni zamanda da heç bir tərəf danışmır. Niyə danışmırsınız? Yəni danışmır sanki. Hər iki tərəf biraz sirlidir. Sanki hər iki tərəf daha duyğusal və gizəmli davranır. Niyə danışmırsınız? Niyə bunu ifadə eləmirsiniz? Nədir səbəb? Nədir səbəb? Qorxular.
mübahisə, yəni mübahisə olar. Xanımın ümumiyyətlə qorxuları çoxdur münasibətlə bağlı. İtirmə qorxusu qarşı tərəfin. Biraz ego da var. Hər iki tərəf güclü xarakter kimi göstərir. Hər iki tərəfin itirmə qorxusu var. Birinin ayrılmaq qorxusu var, birinin əlindən getmək qorxusu var. Bəy olan tərəfin eril enerjisi çox güclüdür. Dişil tərəfin də dişil enerjisi çox güclüdür. Sadəcə bəy olan tərəfin fikir və belə deyək də buraxmaq istəmədiyi qısqanclıqları var. Çox qısqanc insandır bəy olan tərəf və öz daxili dünyası açmaq istəmir heç kəsə. Xanım olan isə yenidən aldanmaq istəmir burada. Yəni yenidən pis olmaq istəmir. Yəni bir tərəf sadəcə öz daxili dünyasını açmır, digəri isə ümumiyyətlə istəmir münasibətə ki, qorxuram bir şey olar birdən. Burada əslində realda bir şey yoxdur da, yəni şuuraltının qorxuları bunlar hamısı. Yaxşı, bəs münasibətdə bundan sonra nə olacaq? Sizin münasibətin nəticəsi nə olacaq? Bu dəstəni seçənlərin münasibətinin nəticəsi nə olacaq? Münasibətin nəticəsi nə olacaq? Sizin münasibətin nəticəsində bəzi münaqişələr və bir-birinizə qarşı qırıcı sözlər, davranışlar, danışıqlar ola bilər. Və hətta bir-birinizə qarşı mən artıq sənə inanmıram, danışmaq istəmirəm tipindən ayrılıqlar ola bilər. Sizin aranızda bir-birinizə qarşı qəti şəkildə güvən yoxdur. Xəyanət eləyərsən, sən mənim niyyətin düzgün deyil, mənim səninlə danışmağım mənim ürəyimcə deyil, yəni mən sənə güvənə bilmirəm. Aranızda sanki qeyri-müəyyənlik və qeyri-dürüstlük var bir-birinizə qarşı və ya siz ona, ya o sizə ümumiyyətlə xəyanət mövzusunda da heç ümumiyyətlə güvənmirsiniz bir-birinizə qarşı və bu səbəbdən də sizin aranızda balans pozulacaq və bir yerdə sizin aranızda bir mübahisə, münaqişə ilə bitəcək. Daha sonra, bir müddət sonra sizin münasibətinizdə yenidən başlanmaq üçün fürsət gözləmək olacaq ki, elə bil ki, fürsət gözləyim. Amma yenə də bu zehinsəl bir şeydir. Yəni, siz bir-birinizə qarşı emosional yoldan getmirsiniz, məntiqlə. Sən məni addım at, mən sənə addım atım. O nə fikirləşir, mən bunu. Bir-birinizə sanki bir senari qurursunuz, bir-birinizə sanki bir tələ qurursunuz enerjisində də. Sevgi ilə getmirsiniz bir-birinizə. Yəni, nə olar da mənim sənə xoşum gəlir enerjisinə getmirsiniz. Çox da dərin bir sevginin açığı görə bilmirəm burada. Və əslində, amma burada bu durumdan sonra bu vəziyyət ki, bu situasiya ki, dediyim kimi olacaq, amma bu bir yerə qədərdir. Çünki əslində səbəb nədir? Qarşı tərəfin şuuraltı qorxuları o qədər çoxdur ki, xaçın qeyrət balıq burcunda ola bilər. Çünki qarşı tərəfin qorxuları çoxdur. Qarşı tərəfin xəyanət olma qorxusu da var. Xəyanət olma qorxusu da var. Əslində münasibətinizə şans versəniz, münasibətiniz sizə ailə olmağa qədər apara bilər. Amma duyğusal olaraq bir-birinizi elə bir vaxtda tapmırsınız ki, bir-birinizə duyğusal olaraq nə güvənmək istəmirsiniz, nə inanmaq istəmirsiniz. Bir-birinizə qəlblərinizi açıb tam olaraq bir-birinizə özünüzü təslim eləyə bilmirsiniz, əzizlərim. Yaxşı, mənə göstər ki, bu münasibətin nəticəsi nə olacaq? Ayrılıq yoxsa ki, evlilik? Münasibətinizdə bir başlanğıc, bir evlilik enerjisi var. Bir enerjisi var. Amma əgər bu münasibətə başlayanda çox diqqətlə başlamalısınız. Çünki irəlidə sizin həyatınızda indi qorxduğunuz mövzular var, hansı ki qorxursunuz. Bax, onlar sizin qarşınıza çıxa bilər. Xəyanətlə, yalanla, hər hansı bir üçüncü şəxsi maneəsi ilə münasibətinizdə problemlər yarana bilər və kədər ola bilər. Yaxşı, bunu atlata biləcəksinizmi?
Münasibətinizdə mən əslində biraz toksik bir ilişki kimi gəlir. Toksiklik var yəni burada. Tam olaraq bir ayrılığı görməsəm də biraz toksik ilişki kimi görsənir kartlardan. Yəni bir ayrılıq, bir barış, bir incidir, bir küstür, bir ağla, bir ağlat. Biraz belə toksik bir ilişki kimi gəlmiş ola bilər. Biraz karmik partnyorunuzdur sanki. Karmik tərəfinizdən çağırmışsınız onu. Yəni karmalarınız da sizin qabağınıza çıxıb. Nəsə sizə ödədir sanki. Dərs öyrədir sizə, bir şeylər bədəlini ödədir sizə. Biraz münasibət sizi yora bilər, hafifdən bir yıprada bilər. Biraz uzun və yorucu bir münasibət kimi görsənir. Belə əzizlərim, özünüzə yaxşı baxın. Fikirlərinizi yazmayı unutmayın. Fikirləriniz çox önəmlidir. Mən bilirəm o zaman ki, məni həqiqətən izləyirsiniz, bəyənirsiniz və mən ondan ilhamlanıram, yenidən videolar çəkirəm. Şəxsi baxım istəyirsinizsə, o zaman WhatsApp-dan müraciət edə bilərsiniz. Sadəcə sizə özəl baxım olunsun. Özünüzə yaxşı baxın.